Necef Eşref şehrindeyim. Ve İnci'de Hazreti Ali Aleyhisselam'ın mezar-ı şerifindeyiz. Allah bütün isteyenlere, iyi ziyareti isteyenlere Allah nasip eylesin inşallah. Allah halkımızı, devletimizi, elimizi, obamızı, dünyamızı, Müslüman dünyamızı, Azerbaycanımızı salamat eylesin inşallah. Gününüz aydın olsun millət. Deməli, Rafael İskəndərov, sevimli aktyorumuz, gedib Həzrət Əlini ziyarət edib. Və bu şəxs da yazıb ki, sənə böyük hörmətin var idi, çox heyif da. Görün, bu Həzrət Əli buna nə qədər təsir edib, Həzrət Əli bunu niyə belə narahat edib? Rafael müəllim, Allah qəbul eləsin ziyarətinizi. Sizə böyük hörmətimiz var bir bu xalqın nümayəndəsi kimi. Sizdən xahiş edirəm, gələn dəfə ziyarətə gedəndə bu adamı axtarın, tapın. Birinci bunun ölülərini ziyarət edin, sonra gedin Həzrət Əlini ziyarət edin. Yəni bu adam narahatdır, Həzrət Əli bunu çox narahat edib. Ay insan, bu insan Rafael İskəndərov çıxıb orada demir ki, mən buradan dualar edirəm ancaq şiyələrə, Əli şiyələrinə. Bu orada çıxıb hansısa bir ayrı seçkili salmır. Bu insan çıxıb orada xalqına, dövlətinə, millətinə, bütün dünya müsəlmanlarına, bəşəriyyətə dualar edir. Nəyə pis ki? Səndə nədir bu egoistlik, nədir səndə bu paxıllıq, nə bilim sənin içində olan xof nədir ki, sən Rafael müəllimin ziyarəti, Həzrət Əlini ziyarət eləməyi səni narahat edir. Sənə bir şey deyim, dünya müsəlmanlarının 70% əhli sünnədir. 30% şiyədir. Mən sünni şiyə ayırmıram. Mən əlhəmdülillah müsəlmanam, fərq də qoymamışam heç vaxt. Buradan da əhli sünnə qardaşları salamlayıram. Yəni belə təriqət baxımından deyək ki, şiə təriqətindən olsan da bütün onları mən özümə qardaş bilirəm. Təbii ki, radikallar xaric. Radikal insan fərqi yoxdur. İstər şiə, istər sünni. Mənim gözümün düşmanıdır. Sözüm onda yox. Yəni bütün dünyanın 70% əhli sünnədir. İndi gəlin gedək. Qardaş ölkəmiz Türkiyəyə. Əgər Əli adı səni narahat edirsə, Əlinin adı gələndə sən narahat olursansa, gedək o əhli sünnə 95% Türkiyənin əhli sünnədir. Gedək görə oradan çox Əli adı olan var. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın nəvəsi Həzrət Əlinin adını qoyub. Ged ona da narahat ol. Dünya şöhrətli Muhammed Əli. Sual verirlər ki, siz niyə adınızı dəyişib Muhammed Əli qoymusunuz? Deyir ki, mən İslamı qəbul edəndə Peyğəmbərin adını götürdüm, Muhammed. Onun adına qurban. Əlinin adını ona görə götürdüm ki, mən boks dünyasının şiri aslanı olduğum kimi də Həzrət Əli də dünya müsəlmanların aslanıdır. Səni kimi insanlar o aslana ləkə gətirə bilməz. Get biraz Həzrət Əli haqqında oxu, onun kim olduğunu yaxşı biləcəksən. Buradan bütün Azərbaycanda olan, xaricdə olan bu videonu görən bütün müsəlmanları salamlayıram, fərq eləmir. Əhli sünnə, əhli şiə. Mən onlarda fərq qoymamışam. Sadəcə çalışıb belə insanlara yol vermək lazım deyil. Belə insanlara şərait yaratdıqca ölkəmizdə ateistlər çoxalır, Allahını dananlar çoxalır. Bugünkü gün çox adamlar dilinə yiyəlik eləyə bilmir, İslama qarşı çıxır. Bizim ölkəmizdə Həzrət Əli sevdası nə İrandan gəlməyib, nə digər Əfqanistandan və yaxud da digər hansısa müsəlman ölkəsindən, radikal ölkədən gəlməyib. Bizdə Əli sevdası, Əhl-i Beyt sevdası, bu ölkə yaranandan o sevda, o sevgi var bizdə. Allah o Əhl-i Beyti sevənləri qorusun. Allah Peyğəmbərimizin bütün yaxınlarına rəhmət eləsin, Həzrət Əlidə başda olmaqla. Əli adı səni bu qədər narahat edirsə, Əli mənim bu canım qurban. Allah xalqımızı qorusun, dövlətimizi qorusun. Allah'ın aslanı Əli, həqiqət dastanı Əli, Fatimənin canı Əli. Ali, Ali, Ali.